وقل رب زدني علما. الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. En birinci Allah'a həmd olsun. Allah'a çoxlu şükürlər olsun ki, həqiqətən Allah Azze ve Celle nəsib edir. Yəni, xeyr üzərində görüşməyi, Allah'a zikr etməyi. Bu həqiqətən Allah'tan bir neymətdir, məndir. Mənnəllahu mən yəşəu min ibadihi. Allah qullarının istədiyi kəsə bunu mən edir. Və bu ən böyük mənədir. Mən. Yəni, ən böyük neymətdir bu. Yəni, Allah'a zikr etmək üçün bir yerə yığılmaq. Yəni, bunun çoxlu fəzilətləri var. Allah'ı zikr etmək üçün bir yerə yığılmaq. Yəni, onlardan necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Məştəmə qavmin fi beytin min buyutillah illə nəzələt aleyhimus səkinə." Yəni, elə bir qövm yoxdur ki, Allahın evlərindən bir evdə yığılsın. Yəni, Allahın evlərindən, burada beytin min buyutillah, yəni, demədi, məscidun min məsacidillah, dedi ki, beytun min buyutillah. Allahın evlərindən bir evdə. Yəni, hər hansı bir evdə, hər hansı bir yerdə fərq etməz. Əsas odur ki, insanlar yığışsın, Allahı, Rəbləri zikr etsin və onlara sükunət nazil olar və qaşiyyəthumur rəhmə, onlara rəhmət bürüyər və həffəthumul mələikə, mələklər onları əhatəyə alar və zəkərəhumullah fimən ində. Yəni, Allah Azze ve Celle onları öz qatında zikr edər. Yəni, bu fəzilət olaraq kifayətdir. Və başqa hədisdə gəlib ki, onlar qalxdığı zaman onların günahları bağışlanar. Bütün günahları əfv olunur. Təsəvvür edin bu fəzilətə. İnsan gəlir, oturur, Allah'a zikr edir. Qardaşlar, elm məclisində iştirak edir və bu ilə onun günahları kəffarə olunur, rəhmət bürüyür və s. Və istədim ki, bu fürsətdən istifadə edib bir Allah Resulü sallallahu aleyhi ve sellemin duasını qardaşlara çatdıram. Bu elə bir duadır ki, əslində çox az insanlar edir. Yəni, hardan bilirəm az insanlar edir? Neçə yerdə oturmuşam, qardaşlara demişəm ki, bu duanı edirsiniz, deyirlər ki, yox, etmirik. Halbuki bu dua çox əzəmətli bir duadır. Çox faydalı bir duadır. Ümumən, qulun müvəffəq olması Allahın əlindədir. Öz əlində deyil. Allah Azze ve Celle kimi istəsə onu müvəffəq edir. İnnəkə lə təhdi mən əhbəbtə. Ey Muhammed, hətta sən belə insanları doğru yola yönəldə bilməzsən. Yəni, hidayət Allahın əlindədir. Müvəffəqiyyət Allahın əlindədir. Ona görə biz daima Allahdan istəməliyik. Daima. Mən ləm yəsəlilləhə yağdıb aleyhim. Yəni, kim Allahdan istəməzsə, Allah ona qəzəblənər. Diqqət et bu hadisə. Kim Allaha dua etməzsə, Allah ona qəzəblənər. Allah qorusun, elə bir günümüz olmasın ki, o gündə bizim duamız olmasın. Necə ki, Allah Azze ve Celle Furqan surəsinin axırında buyurur ki, deyir, əgər duanız olmasaydı, Rəbbiniz qatına dəyəriniz olardı, qiymətiniz olardı. Deməli, insanın Allah qatında olan dəyəri, qiyməti Allaha etdiyi duasına görədir. Yəni, duanı çoxaltmaq lazımdır. Və həmçinin hədisdə gəlib ki, dua bəla ilə həmçinin eləyir, vuruşurlar. Nə qədər insanın duası var, o qədər insanın başına bəla az gələ bilər. Və ya heç gəlməyə bilər. Necə ki, hədisdə gəlib, yəni istiğfar özü bəlanı qaldırır insandan. İstiğfar özü də duadır. Yəni, dua müqayyəddir. Yəni, qeyd olunmuş duadır. Deyirsən ki, əstəğfirullah. Bir var dua əl-mutlaq. Bir var dua əl-müqayyəd. Yəni, dua mutlaq odur ki, hər hansı bir duanı Allahdan istəmək. Bir var dua müqayyəd. Qeyd, yəni müəyyən bir şey Allahdan istəmək. İstiğfar da müəyyən bir şey Allahdan istəməkdir. Və Allah Resulü sallallahu aleyhi ve sellem İmam Tirmizinin rəvayət etdiyi cəmiəsində rəvayət etdiyi deyir, Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrlə oturanda bu duanı həmişə deyərdi. Yəni, qalxanda həmişə bu duanı deyərdi. Və deyərdi ki, Allahümə qısm lənə və dua bir neçə cümlədən ibarətdir. Və burada çoxlu faydalar var. Və deyərdi ki, Allahümə qısm lənə min xəşyətikə mə yəhulu bihi beynənə və beynə məsiyyətik.
ومن طاعتك ما تبلغنا به جنتك ومن اليقين ما تهون به مصائب الدنيا ومتعنا اللهم بأسمائنا وبصارنا وقواتنا ما أحييتنا واجعله الوارث منا واجعل ثارنا على من ظلمنا ولا تجعل الدنيا أكبر همنا ولا مبلغ علمنا ولا تسلط علينا من لا يحبنا ولا يرحمنا. Yəni, bu duanı edərdi. İstəyirəm ki, onun mənasını çatdırım və bəzi faydalarla. Ümid edirəm ki, eşidənlər üçün faydalı olar. Deməli, duanın birinci hissəsinə diqqət et. Bütün xeyirlərin açarı olan təqva. Ki, Allahümə qısım lənə min xəşiyyətikə. Allahümə qısım lənə min xəşiyyətikə mə yəhulu bihi beynənə və beynə məasik. Allahım bizə elə bir xəşiyyə, Allah qorxusu nəsib et ki, diqqət elə, diqqətli ol. Allahım bizə elə bir Allah qorxusu nəsib et ki, səninlə günahların arasına girsin. Səninlə sənə asi olmaq arasına girsin. Yəni, Allahdan təqva istəmək lazım. Bəzən görürsən ki, insan ha istəyir təqvalı olsun, ha istəyir yəni, Allahdan qorxan olsun. Amma ola bilmir. Özü istədiyi kimi yetişə bilmir, dua yoxdur. Allah Resulü sallallahu aleyhi ve sellem duanı edib. Yəni, deyirdi ki, mən sizin ən çox Allahdan qorxanınızam. Amma deyirdi ki, Allahümə qısım lənə min xəşiyyətikə mə yəhulu bihi beynənə və beynə məasiyyətik. Beynə məasik. Deyir ki, Allahım bizi sənlə günahların arasına girən bizə təqva nəsib et. İbn Cavzi, yəni həqiqətən təqva çox, yəni ən önəmli şey təqvadır. Yəni, Peyğəmbərlərin gəlmə məqsədi təqvadır. Allah Azze ve Celle buyurur ki وَمَا يُهْلِكُ رَبُّكَ Yəni, sənin Rəbbin bir qövmü, bir məmləkəti həlak etməz, onlara nədən qorxmaq lazımdır, onu bəyan etmədikcə. Deməli, təqva ən mühüm şeydir ki, Peyğəmbərlər onun məqsədi olub, yəni gəlməyə. Yəni, göndərilməsi məqsədi olub. İbn Cavzi, rahiməhullah, Sıfətü Sovfə kitabında bir nəfər mücahidin yəni, qissəsini rəvayət edir və bir dəfə Əbu Qudəmə Əş-Şəmi, rahiməhullah, yəni, böyük sərkərdə olub, yəni, Allah yolunda döyüşən olub və ona deyirlər ki, ey Əbu Qudəmə, sən Allah yolunda çoxlu döyüşənsən və sən Allahdan qorxansan, insanlar səni Allahdan qorxan kimi tanıyırlar. Deyir, bizə bir qissə danış, nə görmüsən? Yəni, Allah yolunda döyüşəndə, Allah yolunda olanda, Allah təqvası haqqında görmüsən, bir şey danış bizə. Deyir ki, sizə danışacağım. Deyir, bir gün şəhərlərin birindəydik, Allah yolunda çıxmışdıq. Və deyir, bir gün gəldik, ev kirayələdik və qaldıq o evdən. Və sonra gecə vaxtı qapı döyüldü, deyir. Qapını açdıq, gördük, qoca bir qadındır, yaşlı bir qadındır. Deyir ki, eşitmişəm ki, Əbu Qudəmə buradadır. Və deyirlər ki, bəli, buyurun. Deyir, hanı o? Deyir, elə mənəm, özüməm, deyir. Deyir, eşitdim ki, sən Allah yolunda döyüşənlərdənsən. Sən təqva əhlisən. Deyir, istədim ki, mən də Allah yolunda yardım edim, kömək edim. Deyir, bir gör ki, nəsə paketdə, kulokda, yəni nəsə verir ona. Deyir, nədir bu? Deyir, bu saçlarımdır, deyir. Lazım olsa ip kimi istifadə edərsiniz, at bağlamağa, nəyəsə. Deyir, bundan başqa verə şey tapmadım. Birdən deyərsiniz ki, qadın saçına baxmaq olar. Ha, şeyx, olar baxmaq. Olmaz. Ümumən alimlər qayda gətirirlər. Var muttasil, var munfasil. Hukmul muttasil, hukmul munfasil. Hukmul muttasil başqadır, hukmul munfasil başqadır. Hukmul muttasil bitişikdir. Tutaq ki, zibillikdə qadın saçı var. Baxmaq olar, problem yoxdur. Zibil kimi bir şeydir. Yəni, bu munfasildir, bu ayrıdır bu. Burada problem. Amma muttasildir. Tutaq ki, üzrsən, balkonda bir qadın var və saçların oradan görünür. Ona baxmaq olmaz. Xüsusən kişilərin qadınlara baxmağı bir dəfə olsun nədir? Bilərəkdən baxmaq, yəni qadağadır. Necə ki, Fadl ibn Abbas radiyallahu anhumə, Abbas radiyallahu anhın oğlu İbn Abbasın qardaşı
Allah Resulü sallallahu aleyhi ve sellemlə həcdə olarkən bir qadın gəlib bir şey soruşur və Fadıl qadına baxır. Və Allah Resulü sallallahu aleyhi ve sellem Fadılın üzünü çevirir. Deyir ki, olmaz baxmaq qadına. Amma qadının üzünü çevirmədi. Çünki kişilərin qadınlara baxmağı daha şiddətlidir, daha pisdir. Əlbəttə, qadınların da kişilərə baxmağı şiddətlidir, pisdir. Allah Azze ve Celle deyir ki, Quran-ı Kerimdə, Nur surəsində Qulil mu'minina yağuddu min absarihim. Mömin kişilərə deyir ki, qadınlara baxmaqdan özlərini çevirsinlər, gözlərini çevirsinlər. Və həmçinin Qulil mu'minat yağdudna min absarihin. Mömin qadınlara da de ki, öz gözlərini harama naməhrəmə baxmaqdan çevirsinlər. Yəni, ikisi də qadağa gəlib. Həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem iki zövcəsi ilə oturduğu vaxt Amr ibn Ummu Məktum, azan verən sahabi, Şeyx Albani rahimehullah deyir ki, insanlar onun adını Abdullah ibn Ummu Məktum bilir. Çünki o çıxıb gedəndə Allah Resulü onu çağırır, ey Abdullah, ya Abdullah deyir. Elə bilirlər ki, adı Abdullahdır, amma Abdullah deyil. Sadəcə Allahın qulu kimi çağırmışdı onu. Yəni, hər kəs, hamımız Allahın quluyuq. Deyir ki, yəni onun əsl adı Amr ibn Ummu Məktumdur. O gələndə gözləri görmürdü, radiyallahu anhunun, və müəzzin idi. Və iki zövcəsi yanındaydı Allah Resulü sallallahu aleyhi ve sellemin və deyir ki, durun, keçin o tərəfə. Deyirlər, ya Resulullah, görmür o. Deyir ki, siz ki, kör deyilsiniz. Siz ki, görürsünüz. Ona görə qadınlara da baxmaq olmaz. Və həmçinin o qadın, yəni onu verir, deyir, vallahi təəccüb etdim, deyir. Qadının təqvasından təəccüb etdim. Və təşəkkür etdim. Dedi, Allah sizi müvəffəq etsin, əssalamu aleykum. Qayıtdı, getdi. Deyir, sonki günü biz deyir, yola çıxdıq döyüşə. Çıxanda və bir gördüm ki, arxadan bir dənə atlı qaça-qaça gəlir. Və bizi çağırır. Deyir ki, ya bu qudəmə, ya bu qudəmə. Deyir, dayandım. Dedim, kimsən sən? Deyir, sizə qoşulmaq istəyirəm. Və deyir ki, dedim, əgər qocasansa, yəni sənə ehtiyac yoxdur. Əgər cavansansa, git ana atanla məşğul ol, onlarla cihad et. Ana ataya yaxşı bax. Deyir, tələb etdim, üzü də bağlıydı. Tələb etdim ki, üzünü açsın. Üzünü açanda gördüm, cavan oğlan. Dedim, neçə yaşım var? Dedi ki, 17. Deyir, ata-anan sağdır. Deyir, atamı səlibçilər öldürüb. Bunlar da oyla döyüşməyə gedirlərdi, səlibçilərlə. Deyir, gedirəm atamın qısasını almağa. Deyir, anan sağdır. Deyir, o dünən gələn qadın var idi, ha. Mənim anam idi o. Onu verən. Deyir, məni bunun üçün yetişdirib. Mən getməliyəm səndən. Deyir, vallahi, qadının və oğlunun təqvasına təəccüb etdim, deyir. Və sonra çoxlu yalvardı ki, onu buraxmayaq. Yəni, artıq bizə qoşuldu. Deyir, vallahi, hər şeydə birinci olur, deyir. Deyir, harada mənzil başında, yəni otururduq, istirahət edik, ən birinci işlərimizi o görürdü. Yeməyimizi o pişirirdi, hər şey o edirdi, deyir. Ata minəndə də birinci gəlib o minirdi, deyir ata. Deyir, vallahi, bu qadın və uşağın, deyir, təqvası mənə təəccübləndirdi. Yəni, bax, Rəbbimiz necə insanlara necə təqva nəsib edib. Yəni, insana təqva qalacaq. Ona görə Allah Resulü bu duası çox möhtərəm duadır. Ki, Allahümə qısim lənə min xəşiyyətikə. Mə yəhulu bihi beynənə və beynə məasik. Allahım bizə, səninlə bizim aramıza girəcək bir təqva nəsib et. Və min taətikə mə tubəlliğunə bihi cənnətik. Bizə elə itaət nəsib et ki, o itaətin bizi cənnətə aparsın. Yəni, o itaət cənnət üçün səbəb olsun. Və minəl yəqini mə tubəlliğunə bihi cənnətək. Və minəl yəqini mə tuhəvvünü bihi aleynə musibəti dünya. Elə bir yəqin nəsib et ki, bizə dünya müsibətlərini bizim üçün asanlaşdırsın. İbn Məsud radiyallahu anhuna buyurur ki, deyir ki, əl-yəqinu əl-imanu kulluhu. Deyirsən ki, Allah mənə yəqin nəsib et, dünya müsibətlərini asanlaşdırsın. Çünki dünya müsibətlə doludur. Dünya, yarandığı insan ölənə qədər müsibət. Deyir ki, dünya müsibətlərini asanlaşdırmaq üçün bizə yardım etsin, kömək etsin. Elə yəqin nəsib et bizə. Və həmçin yəqin, yəni insan imamlığa yəqindən çatır. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, biz sabri
vəl-yəqin bis-sabri vəl-yəqin tunalul imamətə fid-din. Yəni, insan deyir, yəqinlə, səbirlə dində imamlığa çatır. Dində imamlığa çatır. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, deyir, وَمَتِّعْنَ اللّٰهُمَ بِأَسْمَائِنَا وَبِصَارِنَا وَقُوَّاتِنَا. Allah bizim gözlərimizi, qulaqlarımızı və qüvvəmizi möhkəm et. Yəni, sənə xidmətdə etəmişəm. Və sonra baxın, deyir ki, وَجَعَلْهُ الْوَارِثَ مِنَّا. Bu ilə kifayətlənmə, dedi, bunu bizdən sonra miras et. Alimlər burada iki dənə fayda var. Birincisi, bunu daimi et demək istəyir. Yəni, gözümü, qulağımı, qüvvəmi sənə itaətdə daim et. İkinci fayda odur ki, Allahım, məndən sonra, mən vəfat edəndən sonra bunları məndən fayda qoy. Yəni, mən vəfat edim, gedim, amma mənim gözüm, mənim qulağım, mənim qüvvətimdən insanlar faydalansınlar. Yəni, mən elm qoyum gedim, mən nəsiyyət qoyum gedim, mən faydalı, xeyirli, salih övlad qoyum gedim, mən tərbiyəli ailə qoyum gedim və yaxud da mən davamiyyətli sədəqə qoyum gedim və yaxud da mən Allahın dininə yardım edənlərdən olaraq gedim ki, məndən sonra izim qalsın, əsərim qalsın. Yəni, görün, nə qədər faydalı duadır bu da. Sonra buyurur ki, وَانْصُرْنَا عَلَى مَنْ أَعْدَانَا. Allahım, bizə düşmənlərə qarşı yardım et. وَلَا تَجْعَلْ مُصِيبَتِنَا فِي دِينِنَا. Müsibəti bizim dinimizdə etmə. Yəni, əsl müsibət insanın dininə gələn müsibətdir. Əsl müsibət. Pərvi müəllim. Yəni, ən birinci müsibət, adlanan müsibət odur ki, insanın dininə gələn. Dünyaya gələn müsibət sayılmır. Müsibət kim? Nəyə görə? Çünki dünyaya gələn müsibət insan kəffarəsi ola bilər. Əsl müsibət dində olan müsibət. Allah qorusun biz ondan. Yəni, fitnə, insanın fitnəyə düşməsi. Allah qorusun. Və sonra ki, وَلَا تَجْعَلْ مُصِيبَةَ فِي دِينِنَا وَلَا تَجْعَلْ الدُّنْيَا أَكْبَرَ هَمِّنَا وَلَا مَبْلَغَ عِلْمِنَا. Deyir ki, dünyanı bizim əsl məqsədimiz etmə. Vay halına o insanın ki, dünya onun məqsədidir. Dünya məqsəd deyil, dünya vasitədir, vasitə. Maşın vasitədir, ev vasitədir, övlad vasitədir, ailə vasitədir. Pul, para vasitədir. Hara aparan vasitədir? Ahirətə səni aparan vasitədir. Amma bugünkü gündə maşın məqsəd olub. Bütün fikir, bütün hamısı odur ki, necə bunu alacam, necə bunu edəcəm. Və ya necə o pulu qazanacam, nətər eləyəcəm. Amma məqsəd, hətta sənin Allah bərəkət çox pulun var, tutaq ki. Sən onu Allahın xidmətinə yönət. Vallahi o sənə fayda verəcək. Onu Allahın xidmətinə yönət, Allahın dininə xidmətə yönət onu. O sənə fayda verəcək. Bax, Omar ibn Abdüləziz, necə ki, Şeyxülislam ibn Teymiyyə rahimehullah Siyasət-i Şəriə fi İslah ər-Ra'yi və Ra'iyyə kitabında buyurur ki, deyir, bax, Omar ibn Abdüləziz vəfat edəndə 20 dirhəm pul qoymuşdu, getmişdi. 20 dirhəm. Və deyir, bax, deyir, necə insan idi. Allah onu nəsib etmişdi. Yəni, müsəlmanlara rəhbəri olmuşdu. Deyir, bax, gör, o necə qoruyan olub haqqını. Və o necə ona fikir verməyib. Və o nə varsa Allahın xidmətinə istifadə edib. Ondan sonra Allah onun övladlarına bax, nə nəsib etdi. Deyir ki, onların hərəsi Allah yolunda 100 atlı verən kəslər idi, deyir. Sədəqə verən. Kasıb olaraq getmişdi özü. Amma bax, necə övlad qoymuşdusa, necə din qoymuşdusa, ondan sonra övladları gör, Allah Azə və Cəllə nələr nəsib edib. Və sonra deyir ki, وَلَا مَبْلَغَ عِلْمِنَا وَلَا تَجْعَلْ دُنْيَا أَكْبَرَ هَمِّنَا وَلَا مَبْلَغَ عِلْمِنَا. Yəni, dünyanı bizim əsl məqsədimiz etmə və sonra bax, nədir, burasına diqqət et. Burası çox önəmli hissəsidir. Deyir ki, وَلَا مَبْلَغَ عِلْمِنَا. Yəni, biz dünya ilə, dünya əldə etmək üçün elmimizi ora hərcəməyək. Yəni, öz elmimizdən dünya əldə etmək üçün o məqsədlə istifadə etməyək. وَلَا مَبْلَغَ عِلْمِنَا. Elmimizin məqsədi dünya olmasın. Elm öyrənmirik. O məqsəd dünya əldə etmək olmasın. وَلَا مَبْلَغَ عِلْمِنَا. Bunu kim dua edirdi bunu? Allahın Peyğəmbəri sallallahu aleyhi ve sellem. Gör, biz nə qədər ehtiyacımız var. Vallahi niyyətlər dəyişilir. Daraqutni rahimehullah deyir ki, biz elm öyrənəndə niyyətimiz düzgün olmayıb. Başqa şeylər fikirləşirik. Deyir ki, elm istəmədi o şey qalsın.
Ona görə əsl elm insanı doğru yola yönəldir. Və sonra buyurur ki, وَلَا تُسَلِّتْ عَلَيْنَا مَا لَا يَرْحَمُنَا. Allahım, bizə rəhm etməyənləri bizim üzərimizə salma. Musallat olmasınlar bizim. Yəni, o həqiqətən də insanın üzərinə, insana rəhm etməyən, insan musallat olarsa ona bəlalardan biridir. Allah qorusun. Bu qədər kifayətdir. Bu hədisi İmam Tirmizi rahimehullah cəmisində rivayət edib. Sahih Tirmizdə Şeyx Albani rahimehullah səhihləşdirib. Yəni, bu duanı əzbərləmək lazım, öyrənmək lazım. Həqiqətən duanın insanın həyatında çoxlu təsirləri var. Yəni, bir nəfər kişi olur, danışır şeyxlərimizdən biri. Deyir ki, qaradaşla, Kəbənin qaradaşı ilə qapısının arası sinəni qoyub dua eləyən yerdir ora. Və bu əsəri bəzi mühəddislər səhihləşdirib. Orada qəbul olunur. Hətta deyirlər ki, Muhammed ibn Abdülvahhab rahimehullah orada dua edib ki, Allah mənim əlimlə dini qüvvətləndir, mənim əlimlə tohidi yay və Allah qəbul etmişdir onun duasını. Həqiqətən görün nə qədər Allah subhanət Allah onun əli ilə insanlara hidayət edib. Və deyir, bir kişi gəldi ora, oradakı polislərdən biri danışır. Bir kişi gəldi, ora sinəsini qoyur, deyir ki, Allah mənim övladımı əlimdən al, deyir. Və bu belə dua edir. Ki, Allahım övladımı əlimdən al, Allah qorusun. O polis tez müdaxilə edir ona. Deyir ki, dayan deyir. Sən yadıma düşdün, deyir. 18 il təxminən qabaq, deyir. Burada sən Allahdan övlad istəmişdin, deyir. Düzdür ya yox, deyir, bəli. Neçə illər qabaq, deyir ki, 18 il qabaq olub o. Yəni, o kişi özü deyir ki, bəli, 18 il qabaq olub. Deyir, sən dua edəndə də düzgün dua etməmişdin. İndi də deyir, düzgün dua etmirsən. Deyir, sən dua edəndə demişdin, Allah mənə övlad ver, Allah mənə övlad ver. Və sən deməmişdin ki, Allah mənə xeyirli, salih övlad ver, faydalı övlad ver. Deyir, indi də deyirsən ki, Allahım əlimdən, deyir, Allahım islah et onu. Deyir, Allahım islah et. Bu övlad tərbiyəsi ilə bağlı mühüm bir inşallah yaxınlarda bir dərs Allahın izni edərək. Allah məhvəq etsin. Yəni, övlad tərbiyəsi həqiqətən çox önəmli mövzudur. Çox həssas mövzudur. Allah bizi hamımızı məhvəq etsin. Və kişi, yəni, Allah razı olsun o polisin yəni, nəsiyyətindən sonra deyir ki, Allahım övladımı islah et. Allahım övladımı islah et. Həmin yerdə sinəsini qoyur ora və dua edir. Deyir, gələn il övladı ilə bərabər gəlir ora. Və salih övladla bərabər gəlir. Ona görə övladlar üçün dua etmək. Dua et, Allah bilir, nə vaxt tutacaq o. Narahat olma. Yeni yetmə vaxtları, uşaqları yolu vermək lazım biraz. Allah hamımızın övladlarını salihlərdən eləsin. Bu qədər kifayətdir. Allah bilir, daha doğrusunu. Üzürləsə belən Şeyx Həmid.